Sumqayıtda Uşaq Parkı ətrafında narazılıq yaranıb. Hadisəni şəhərin 13-cü mikrorayonunda yerləşən Uşaq Parkında baş verdiyi bildirilir. Sumqayıt.tv-yə müraciət edən sakinlərin iddiasına görə parkda quraşdırılmış yelləncəklər və sürüşkənlər naməlum səbəbdən qıfıl, tros və iplərlə bağlanıb. Sakinlərin sözlərinə görə park avadanlıqlarını bir xanım bağlayıb. Onlar iddia edirlər ki, həmin şəxs uşaqların parkdan istifadə etməsinə mane olur. Əraziyə girişə icazə vermir və bu səbəbdən mübahisələr yaranır. Redaksiyamıza müraciət edən sakinlər həmin xanımın kimliyi barədə məlumat versələr də Sumqayıt TV etik prinsipləri nəzərə alaraq onun adını açıqlamır. Sakinlərin bildirdiyinə görə hadisə 2026-cı il avqustun 3-də baş verib və məsələ ilə bağlı polisə də məlumat verilib. Vətəndaşlar hesab edirlər ki, ictimai istifadəyə verilmiş Uşaq Parkının bu şəkildə məhdudlaşdırılması qəbul edilməzdir və aidiyyəti qurumların məsələyə hüquqi qiymət verməsini gözləyirlər. Qeyd edək ki, xəbərdə yer alan məlumatlar sakinlərin iddialarına əsaslanır. Sumqayıt TV məsələ ilə bağlı qarşı tərəfin və aidiyyəti dövlət qurumlarının mövqeyini dərc etməyə hazırdır. Rəsmi açıqlama daxil olduğu təqdirdə material yenilənəcək.